Salam əziz izləyicilər. Bu gün hədəf kurslarına aid olan karbon və silisium mövzusuna aid sınaq izahını sizinlə paylaşacağam. Keçək suallarımızın izahına. Birinci sualla başlayaq. Hansı ifadə almaza aid deyil? Almaz bilirik ki, karbonun allotropik şəkil dəyişmələrindən biridir. Karbonun 4 dənə allotropik şəkil dəyişməsi vardı. Almaz, qrafit, fülerin, bir də karbonidir. Karbon atomu deyir burada sp3 hibrid halındadır. Bəli, yəni karbon almazda sp3'dür. Deməli bu doğrudur. Bizə doğru deyil isti. Yüksək temperatur və təzyiqdə qrafitə çevrilir. Bəli, yəni yüksək temperatur və təzyiqdə biz almazı qızdırsaq, almaz qrafitə çevrilə bilir və həmçinin də qrafiti qızdırsaq biz qrafitdən də almaz ala bilərik. Ən bərk təbii maddədir. Bəli, elektriki yaxşı keçirir. Elektriki yaxşı keçirmir. Deməli, bu səhvdir. Atom kristal qəfəsinə malikdir. Bəli, bu da düzdür. Bizdən doğru deyil istədiyinə görə cavabımız D-bəndə eləyəcək. Yəni elektrik yaxşı keçirməyəcək. Yəni almaz elektrik yaxşı keçirmir, amma qrafit olsaydı qrafit elektrik cərəyanı yaxşı keçirirdi. İkinci sualımıza baxaq. CO üçün hansı ifadələr, yəni dəm qazı üçün hansı ifadələr doğrudur? Molekulunda oksigen atomu donordur. Flor, oksigen və azot. Bu üç element donor elementlərdir. Deməli, molekulunda oksigen atomu donordur. Bunu götürə bilərik. Zəhərlidir. Bəli, duz əmələ gətirən oksid səhvdir. CO duz əmələ gətirməyən oksiddir. Yəni, turş və əsaslar reaksiyaya girmir. İstisna kimi natrium OH-lar reaksiyası var. 1, 2 cavabımız da eləyəcək C-bəndi. Hansı maddə həm CO, həm də CO2 ilə reaksiyaya daxil olur deyir bizə. Bu duz əmələ gətirməyən oksiddir. Bu da turş oksiddir. Turş oksidlər nə ilə reaksiyaya girəcək? Əsaslarla girəcək. Əsas oksidlər reaksiyaya girəcək. Həmçinin də ikisi də bu verilənlərdən reaksiyaya girməlidir ikisi də. Oksigen dəm qazı ilə reaksiyaya girəcək, amma karbon qazı ilə reaksiyaya girməyəcək. Deməli, biz biri götürə bilməyəcək. Ümumi istiri bizdən. Natrium OH da ikisi də reaksiyaya girəcək. İstisna kimi demişdim. CO, yəni dəm qazı duz əmələ gətirməyən oksid olmasına baxmayaraq, istisna kimi natrium OH da reaksiyaya girirdi. H-xlorla reaksiyaya girməyəcək. Ona görə biz yalnız 3-ü götürə bilməyəcək. Cavabımız yalnız 2 eləyəcək. A bəndi. Həm karbon, həm silisiumla reaksiyaya daxil olan maddələri müəyyən edin. Deməli, hidrogen silisiumla reaksiyaya daxil olmur. Silisiumla reaksiyaya daxil olmursa, deməli, biri götürə bilməyəcəm. Yəni, hidrogen götürülməyəcək. Azot həmçinin 3-ə baxıram. Azot karbonla reaksiyaya girmədiyinə görə mən 3-ü də ötürə bilməyəcəm. Buradan sizin üçün yəni düzgün olmayanları çıxdaş eləməyə cavabı tapa bilərsiniz. Cavabımız C-bəndə eləyəcək. Buradan da görürük ki, florla və sulfatın qatısı ilə reaksiyaya girir. Hansı maddənin közərdə kütləsi dəyişmir. Yəni, bu parçalanmasın. Biz bilirik ki, karbonatlardan natrium və kaliumun karbonatları parçalanmırlar. Amma onların hidrokarbonatı D variantındakı cavabımız hidrokarbonatlar parçalanır. Amma natriumun, kaliumun karbonatları parçalanmayacaq. Cavabımız A bəndə eləyəcək. Hansı mərhələdə silisium reduksiya olunur? Yəni, onun oksidaşma dərəcəsi azalsın. Silisium buradan müsbət 4-dən gedib müsbət 4-ə dəyişmir, deməli 1-i götürməyəcəm. Silisium müsbət 4-dən 0-a doğru gedib azalıb, deməli mən 2-ni götürə biləcəm. Cavabımız ya D-dir, ya da 7. Silisium 0-dan gedib burada mənfi 2, yenə azalıb. Cavabımız elə 2-3 eləyəcək, Y bəndi. Həmçinin silanda buradan görürük ki, müsbət 4-dür burada, yəni artıb burada. Yəni oksidaşma prosesdə. Yaşıl rəngli şüşə almaq üçün hansı maddədən istifadə edilir? Yadda saxlayın, xromun 3 oksidindən istifadə ediləcəkdir. X üçün hansı ifadə doğrudur? Buradan aldığımız maddə silandır. Silanı biz birbaşa hidrogenlə silisium reaksiyasını ala bilmirik. Yəni, bunu dolayı yolla alırıq. Deməli, silan nədir? Adi şəraitdə qaz alınır. Bəli. Havada öz-özünə alışıb yanır. Bəli. Zəhərlidir. Bəli. Üçü də doğrudur. Cavabımız da B bəndi eləyəcək. Deməli, 9-cu sualımızda almaz və qrafit üçün ümumi olan nədir bizə? Karbonun hibridləşmə vəziyyəti. Almaz sp3 hibridləşmə halında, qrafit isə sp2 hibridləşmə halındadır. Deməli, biz götürə bilməyəcək A bəndini. Kristal qəfəsinin quruluşu bunlarda fərqlidir. Bizdə ümumi olmaq istəyir. Deməli, kristal qəfəsinin quruluşu, onların quruluş formulları dimin olsun və ya da güvənin vəsaitlərində qeyd edilmişdir. Ora baxa bilərsiniz. Valent bucaq almaz sp3 hibridləşmə halına malik olduğuna görə onun valent bucağı 109-28 dərəcədir. Qrafitdə isə sp2 hibridləşmə dərəcəsinə malik olduğuna görə bunun da valent bucaq 120 dərəcədir. Deməli, bu da ümumi deyil. Elektrik keçiriciliyi almaz keçirmir, amma qrafit keçirir. Bu da ümumidir. Amma kristal qəfəsinin tipi bunlar üçün ümumidir. İkisi də atom kristal qəfəsinə malikdirlər.
10-cu sualda karbonat iyonların sayını dəyişmək üçün natrium karbonat məhluluna hansı maddə əlavə etmək lazımdır? Biz burada karbonat iyonunun sayını dəyişmək istəyiriksə əgər, deməli bu karbonat iyonlarını ya hər hansı bir iyonla çöküntü əmələ gətirməlidir, ya da ki, hər hansı bir iyonla birləşib davamsız maddə olan karbonat turşusunu əmələ gətirməlidir və bu karbonat turşusu davamsız olduğundan su və karbon qazına qədər parçalanmalıdır. Yəni biz reaksiyanın axıra kimi getməsi üçün ya çöküntü alınmalıdır, ya qaz ayrılmalıdır, ya zəif dissosiasiya edən maddə, yəni əsasən su alınır, onu götürə bilərik. Sulfat turşusu natrium karbonatın, yəni karbonat turşusunun qüvvətli olduğundan onu duzundan sıxışdırıb çıxara bilər və bu zaman natrium sulfat və karbonat turşusu alınır. Karbonat turşusu da davamsız olduğundan su və karbon qazına qədər parçalanır. Deməli biz biri götürə bilərik. Kalium xlor natrium karbonat reaksiyasından deməli alınacaq natrium xlor, kalium karbonat alınır. Bunların heç biri ya çöküntüdür və qaz halında olmadığından reaksiya axıra kimi getmir. Deməli biz ikini götürə bilməyəcəyik. A variantı gedəcək. C variantı və Y variantı gedir. Barium nitrat məhlulunun, barium nitratın biz üzərinə natrium karbonat əlavə etsək, bu zaman barium karbonat çöküntü əmələ gətirəcək. Deməli bu da karbonat iyonların sayını dəyişmək üçün istifadə edə bilərik. Cavabımız da 1, 3 eləyəcək və bəndir. 11-ci sualda hansı ifadələr karbon qazı molekulu üçün doğrudur? Bunun quruluş formulunu yazırıq və buradan görürəm ki, karbonun valent elektronların sayı nə qədərdir? 4 dənədir. 4 dənəsinin 4-ünü də reaksiyada istifadə edib. Yəni bir dənə rabitənin yaranmasında 2 elektron iştirak edir. İndi baxaq. 2pi, 2 sigma var. Bəli, 2 qat rabitənin biri sigma, biri pidir. Burada 2 dənə 2 qat olduğundan 2 dənə pimiz var, 2 dənə sigmamız var. Bu doğrudur. Bütün rabitlər qeyri-pollərdir. Səhvdir burada. Burada qeyri-pollər rabitə yoxdur. Xətti quruluşdudur, bəli. Bucaq quruluşdur, səhvdir. Pollər molekuldur. Molekulun pollər olması doğru deyil. Nəyə görə? Çünki burada 4 dənə valent elektronu var karbonun və 4 dənə valent elektronunun 4-ünü istifadə edildiyinə görə bu qeyri-pollər molekul sayılır. Qeyri-pollər molekulda cavabımız 6. Belə çıxır cavabımız eləyəcək 1, 3 və 6. Keçək növbəti suala. Uyğunluq istəyir. Növbəti sualımızda uyğunluq istəyir. Deməli, X karbon qazı və silisium 4 oksidlə reaksiyaya daxil olur. Cavabımız burada eləyə bilər. Məsələn, maqneziumu götürə bilərik. Y variantı kimi. Həmçinin də A variantını götürə bilərik. İkisi də turşu oksidi olduğundan əsaslarla reaksiyaya daxil olacaq. Y-imiz karbon qazı ilə reaksiyaya girmir, amma silisium 4 oksidi ilə reaksiyaya girirsə, deməli biz burada C variantını götürə bilərik və B variantını götürə bilərik. H-flor turşu olmasına baxmayaraq silisium 4 oksidi ilə reaksiyaya girəcək. Silisium flordur və su əmələ gələcəkdir. Sonra baxıram, üçüncü Z-ə baxıram. Z-də karbon qazı ilə reaksiyaya girir, amma silisium 4 oksidi ilə reaksiyaya girmir. Cavabımız da eləyəcək buradan D variantı bura gedəcək. Çünki karbon qazı su ilə reaksiyaya girəndə karbonat turşusunu verir, amma biz silikat turşusunu suyun, yəni silisium 4 oksid reaksiyasına ala bilmərik. Yəni belə yadda saxlayın. Silisium 4 oksid qumdur və əgər belə çıxır ki, yəni suyun qumla reaksiyasından bütün dənizlər turşu olmalıydı. Yəni belə bir şey də mümkün deyil. Cavabımız da 1E-A, 2C-B, 3D D olacaq. Deməli, baxıram sualımıza, situasiyamıza. Müəllim qaz aparan boru vasitəsilə birləşdirilmiş birində soda, ikincisində də kalsium hidroksid məhlulu olan 2 kolba götürdü. Deməli, bizim sodamız necə olacaq? Natrium HCO3-dür. Yəni, natrium hidrokarbonatdır. CO3-dür. Buradan görürəm ki, məhlul olan 2 kolba götürdü. Soda olan kolbaya pipət vasitəsilə işığın təsirindən parçalanaraq qonur rəngli qaz əmələ gətirən turşu. Deməli, hansı turşudur? Bu nitrat turşusudur. Əlavə edildikdə qaz qabarcıqlarının çıxması ikinci kolbada olan məhlulun bulanaraq çöküntünün ayrılması müşahidə. Deməli, 2 kolbaya da nitrat turşusunu əlavə ediblər. İçərisində soda olan kolbadan ayrılan qazın natrium hidrokarbonatını yazıram bura. Natrium hidrokarbonatın nitrat turşusu ilə reaksiyasında nitrat turşusu karbonat turşusundan qüvvətli olduğundan onu duzundan sıxışdırıb çıxara bilir. Və bu zaman natrium nitrat alınır. Natrium nitrat. Karbonat turşusu alınır. Karbonat turşusu yendirəm. Davamsız olduğundan karbon qazı və suya qədər parçalanır. İndi bu aldığımız qaz nədir? Karbon qazıdır. Bunun beynəlxalq nomenklatura ilə adı karbon 4 oksiddir. Və formulda CO2-dir. Yazdım bunu. İkinci kolbada olan məhlulun bulanmasına səbəb olan reaksiyanın təhlilini yazayım. Kalsium, ikinci kolbada kalsium hidroksidi var. Üzərinə nitrat
İkinci kolbada biz birinci kolbada aldığımız karbon qazını ikinci kolbaya əlavə edirik. İkinci kolbaya əlavə edəndə burada kalsium hidroksid karbon qazla reaksiyaya girəcək. Kalsium karbonat, yəni çöküntü əmələ gələcək və su əmələ gələcəkdir. Reaksiyanın təhlilini yazdık. Reaksiya yazıldı. Sonra ikinci kolbada olan məhluldan 0,3 mol çöküntü ayrılsın. İndi bu reaksiyanı nə etmək lazımdır? Əmsallaşdırmaq lazımdır. Əmsallaşdırma ilə bir-bir nisbətində olur. 0,3 mol çöküntü ayrılarsa birinci kolbada ayrılan qazın həcmi praktikum 75%-dir. Deməli, bizim 0,3 mol aldığımız çöküntü faizi nə qədərdir? 0,3-ümüz 75% isə 100% tapırıq. 100% nə qədər olmalıdır? Deməli, 100-ü vururam 0,3-ə, bölürəm 75-ə. Buradan deməli, burada cavabımız eləyir 0,4. Deməli, 0,4 mol çöküntü ayrılmalı idi. Çöküntü ayrılmalı idi, amma 0,3 mol aldı. Deməli, 1-1 nisbətində girdiyinə, yəni 1 mol karbon qazı birinci kolbada ayrılan qazın həcmini istəyir. Deməli, burada 1 mol karbon qazı reaksiyaya girib. 1 mol karbon qazı reaksiyaya girəndə 1 mol çöküntü əmələ gələcək. 0,4 mol əmələ gəlməli 100%. Yəni 0,4 mol burada karbon qazı reaksiyaya girmişdir. 0,4 mol karbon qazı reaksiyaya girib və bizdən burada istəyir ki, birinci kolbada ayrılan qazın həcmi. Birinci kolbada ayrılan qazın həcmini tapmaq üçün nə etmək lazımdır? Bu reaksiyanı yazırıq. Natrium nitratdır, su karbon qazı. Yəni 13-cü sualda reaksiyanı yazmışam burada. Su və karbon qazı aldım. Burada da bir-bir nisbətində olduğundan ayrılan qazın həcmi yenə də 0,4 mol eləyəcək. Cavabımız 0,4 eləyəcək. Suallarımızın izahı bu qədər idi. Bu və bunun kimi sualların izahını görmək istəyirsinizsə, səhifəmizə abunə, kanalımıza abunə olmağı unutmayın. Ümidvaram ki, bu sualların izahı sizə faydalı olmuşdur. Hələlik.